Mənim əzizlərim, bugünkü videoda sizlər üçün kakaolu klasik biskvit hazırladım. İlk öncə quru ərzaqları hamısını qarışdırıram və ələkdən keçirdirəm. Hansı çəmbərdə biskvit bişəcəksə, onu da falqalayıram və kərə yağla yağlayıram. Yumurtaları ağı sarıdan ayırıram. Əvvəl yumurtanın ağın bərkiyənə qədər çalıram, sonra aram-aram şəkəri əlavə edib çalmağı davam edirəm. Bərk bizi kütləsi alınmalıdır. Hazır olandan sonra bir-bir yumurtanın sarıları əlavə olunur. Biskvitin tam resepti videonun altında və siz biskviti bu cür hazırlasaz 100% zəmanətdir ki, sizin biskvitiniz alınacaq. Sonra 3 xörək qaşığı qaynar su əlavə edirəm, çalmağı davam edirəm. Hazır biskvitin xəmirində spatulla xətt çəkəndə onun izi qalmalıdır. Elə olandan sonra quru ərzaqları aram-aram əlavə edib, artıq mikserlə yox, spatulla yavaşcana qarışdırıram. Bu cür çəmbərə hazır xəmiri boşaldıram və bu cür edirəm ki, biskvit bərabər olsun. Baxın, görün, kərə yağla yağlamışam deyənə çəmbəri. Artıq ehtiyac yoxdur biskviti çəmbərdən çıxartmağa. Hətta falqanın özü belə çox asanlıqla biskvitdən ayrılır, yapışmır. Çox yüngüldür, havalıdır. Hazır biskvitimin görünüşü. Xanımlar, sizə uğurlar.